Salam əziz YouTube izləyicilərimiz. Bugün sizə şəxsi tikili, yaşayışlı, 2 mərtəbəli və paket kupçalı həyət evimizi təqdim edəcəm inşallah. Videomuzu sona qədər izləyin. Bütün məlumatları videonun daxilində qeyd olunur. Evin yerləşmə yeri Zabrat dairəsindən Üzü Məhəmmədli dairəsinə gedən yoldadır. Magistral yola yaxın ərazidə, hər bir tərəfi yaşayış olan yerdə. 2 mərtəbə, 8 otaq, 2 mətbəx, 3 sanitar qovşaq. Hər mərtəbənin ayrıca mətbəxi, ayrıca sanitar qovşağı. Həyətdə də yenə əlavə sanitar qovşaq var. İpotekaya da yararlıdır. Evin də, torpağın da kupçası var. Sənədlər tam qaydasındadır. 2 və yaxud 3 ailənin çox rahatlıqla yaşaya biləcəyi həyət evidir. Videomuzu sona qədər izləyin. Məlumatların hər biri videonun daxilində qeyd olunur. Zabrat Məhəmmədli yolunda 2 sot yarım torpağın içində 8 otaq, 240 kvadrat evin ümumi sahəsidir. Alt hissəsində qaraj hissəsi var. Qarajdan da birinci mərtəbəyə keçid qoyulub. Həyətimiz də tamit daşlarla döşənilib. Həyətinə bir neçə maşın rahatlıqla daxil ola bilər. Tamamilə şəxsi tikilidir. Birinci mərtəbəmizin hər bir tərəfi istipoldur. İkinci mərtəbədə istilik sistemi kombidir. Bura birinci mərtəbənin sanitar qovşağı, aksesuarlarına qədər hamısı var. Bu da evin yataq otaqları. Tam hazır girib yaşaya biləcəyiniz evdir. Evin yaxınlığından Koroğlu və şəhər daxili bir neçə marşrut xətləri keçir. Kim alacaqsa Allah həm alana, həm də satan müştərimizə xeyir versin inşallah. Bu yenə yataq otağı. Burada isə yerləşir evin mətbəxi. İndi isə gedək ikinci mərtəbə ilə də sizi tanış edim. Məlumatları bir daha təkrar edirəm. Zabrat Məhəmmədli yoludur. Yola yaxın, hər tərəfi yaşayış olan yerdə 2 sot yarımın içində 2 mərtəbə, 8 otaq, 240 kvadrat qazı, suyu, işığı daimi fasiləsizdir. Çayğaçlarının da hamısı var. Çox gözəl evdir. Kim alacaqsa Allah həm alana, həm satana xeyir versin. Evimizin qiyməti 128.500 manatla satışa çıxıb. Real alıcılarımız olarsa qiymətində indirim olunacaq ev sahibi tərəfindən. Bu da evin çardağına olan giriş hissəsi. Bura ikinci mərtəbəmizin dəhlizi. Dəhlizə daxil olduqda solda gəlir evin mətbəxi. Pəncərələr geniş yerdən olan şəbəkə pəncərədir. Bura isə qonaq otağı. Evin qiyməti 128.500. Altı betondur, üstü kəmərdir. 4 bir tərəfi də qoşa daşla tikilib. Əziz izləyicilərim, evlə bağlı əlavə nə suallarınız olsa, buyurub zəng edərək məlumat ala bilərsiniz. İzlədiyiniz üçün təşəkkür edirəm. Kanalıma abunə olmağı, videolarımı bəyənməyi unutmayın. Göz haqqınızı halal edin. Bu da ən sonuncu sanitar qovşaq. İzlədiyiniz üçün təşəkkürlər.